Əziz dostlar, vətənini sevən oğullar, qızlar. Bugün biz yenə də igid şəhidlərimizdən 44 günlük zəfər dolu vətən savaşında qanıyla şanlı tarix yazan igid ərənlərimizin birinin evindəyik. İgid şəhidimiz Məmişov İlqar Vaqifoğlu'nun. İlqar kökən əslən Laçından olan bir ailənin evladı idi. İlqar haqqında məlumatları araşdırarkən onun necə bir vətənə elə bağlı olduğunu gördüm və istərdim ki, onun haqqında olan məlumatları, əldə etdiyim məlumatları sizinlə bölüşüm. Ancaq burada mən sizinlə çıxış edərkən, sizinlə öz fikirlərimi bölüşərkən elə evə gələndə də oğlunun, igid ərən evladının şəkillərdən baxıb da sanki şəkillərlə danışan gözəl anamızı göz önümdən qaçırda bilmədim. Elə mən məlumatları, İlqar haqqında olan məlumatları sizlə bölüşməzdən öncə istəyərdim ki, bizim gözəl anamız əziz evladı ilə bağlı olan xatirələrini bizimlə bölüşsün. Xoş gördük sizi, gözəl anam. Keşke bu evə, belə bir yerə başqa bir məqamla gələrdim. Ancaq nə edəsən ki, alın yazısından qaçmaq olmur. Ancaq bir şərt də var ki, bu igid ərənlərimiz elə bir tarix yazıb getdilər ki, adları tarixə yazıldı. Bu dünya onsuz da etibarsız bir dünyadır, hər gələn gedəsidir. Ancaq bu igid ərənlərimiz tarixdə öz şanlı tarixləri ilə, al qanları ilə yazdıqları zəfər tarixi ilə tarixə bir imza atdılar. Anam, İlqar haqqında, əziz evladım haqqında məlumatını bizimlə bölüşərdin, zəhmət olmasın. Çok sağ olun, minnətlərim gəldiyinizə görə. Allah sizləri var eləsin. Allah sizləri yaşatsın, siz də bizim şəhid evlatlarımızı yaşadın. Mən hər hansı bir şəhid haqqında danışanda çox çətinlik çəkirəm. Nəinki öz evladım İlqar haqqında. İlqar 1990-cı ildə Sumqayıt şəhərində anadan olub. Orada ibtidaiyə gedib 16 nömrəli məktəbdə, sonra ailə vəziyyətinə görə Bakıya köçmüşük. Təhsilini 37 nömrəli məktəbdə davam elətdirib. Çox yaxşı, fəal, zərbəçi uşağı olub, yaxşı oxuyan olub. Sonra İqtisadiyyat Universitetinə daxil olub. Oranı bitirdikdən sonra əskərliyinə gedib. Oradan qaydandan sonra o bir çox yerlərdə işlədi. Son iş yeri MC Finansda işləyirdi, satış müdürüydü. Deyərdim ki, orada da çox fəaliyyətləri var idi. Nə bilim, İlqar haqqında çox söz danışa bilərəm. Yəqin ki, siz ona əzəldən Laçın barəsində danışmışdınız. Onun belə vətənpərvər ruhda böyüməsində sizin də, atasının da böyük bir rolu vardır. Yəni, vətənin həsrəti miskili sizin ürəyinizdədir. Baxmayaraq ki, o burada, Sumqayıtda, Laçından çox-çox uzaq bir məsafədə yerləşən bir şəhərdə dünyaya göz açmışdı. Ancaq nə qədər olmaya siz Laçınla bağlı xatirələrinizi onunla bölüşərdiniz? Bəli, biz uşaqların hamısına Laçın, necə Laçın olduğunu danışmışdıq və onlar qiyabi də olsa Laçını öz xəyallarında təsvir edirdilər. Onlar ilk dəfə müharibəyə gedəndə 2 oğlum getdi. Bir gündə, eyni vaxtda, eyni saatda. Dedi ki, mama, başını dik tutarsan, şəhid olaraq başını dik tutarsan, ən son sözü mənə bu olub. Ən əvvəlinci də, sonuncu da sözü bu olub. Yəni, dedi ki, səndən də qabaq, sizdən də qabaq biz Laçına gedəcəyik. İnşallah torpağı alarıq, sizdən qabaq biz Laçına gedəcəyik. Bəli, elə də oldu, yəni. Hadrutda, Ərgünəşdə, Şuşanın özündə çox ağır döyüşlər olub. Çox deyərdim ki, nə bilim,
fəal döyüşçülərdən olub da. Çünki onun fəxri fərmanları da gəlirdi və o 3 ayın ərzində demək olar ki, 2 dəfə mən ondan təşəkkür aldım. Müdafiə Naziri tərəfindən, nə bilim, yəni mənim üçün çox çətindir. Çox İlqarı haqqında danışmaq, İlqarı təsəvvür eləmək mənim üçün bugün də çətindir, bugün də acıdır. İlqarın necə bir evlad olduğunu, necə bir fəal uşaq olduğunu, yəni dillə demək çətindir. Gərək onu görəsən, o həyatı yaşayasan ki, onu təsəvvür eləyəsən, təsvir eləyəsən ki, bu belə bir oğul olub. Ruhu qarşısında başı. Gözəl anam, bugün mən sizin evin qonağı tək öz adımla deyil də, həm də bizim bir cəmiyyətin artıq 30 ildir ki, öz fəaliyyətini göstərən şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyi adından da sizin evinizin qonağıyam. Həm bir jurnalist, həm bir vətənpərvər şair, nazlı yazar olaraq, həm bir Anam Azərbaycan Zəfərin 5 ili adlı layihənin layihə rəhbəri olaraq sizin evin qonağıyam. Onu qeyd edim ki, sizin evə gələndə mən elə təsəvvür etmirəm ki, hansısa bir şəhid evində mən tək gəlmişəm. Elə təsəvvür edin ki, gözəlim, bizim cəmiyyətimizin çox saylı üzvləri buradadır. Mən onların da adından, həm də cəmiyyətimizin, İctimai Birliyimizin sədri Tahir müəllimin, Tahir Məmmədovun da adından sizə salamlarımı gətirmişəm. Bütün şəhidlərimizə, həmişə onun bir sözü var, şəhidlərimizə salam olsun. Çünki o özü də 2 Qarabağ müharibəsinin qazisidir, döyüşçüsüdür. Yəni o odun, alovun nə olduğunu onlar da yaxşı bilirlər. Özü də Zəngilanda anadan olub, o qanlı döyüşlərdə o da vuruşub. Onun və bizim qazilərimizin də böyük rolu vardır. Onların ehtiram dolu salamlarını da sizə çatdırıram. Çox sağ olun. Yenə də deyirəm, sizin öz birliyinizin, Tahir müəllimin təşəkkür edirəm hamısına. Çox sağ olun deyirəm. Sağ olun. Bugünkü bu elə tədbir deyərdik. Təşkil etdiklərinə görə öz dəyərli vaxtınızı ayırıb sizi bura göndərdiyinə görə yenə də sizə də təşəkkür edirəm. Tahir müəllimə də çox sağ olun, minnətdaram hamınıza. Çox sağ olun, var olun, borcumuzdur. Və mən də buradan belə deyək də internet vasitəsilə əldə etdiyim məlumatları, igidimizin, İlqarımızın barəsində olan məlumatları istəyirəm ki, buradan bizi izləyən izləyicilərimizlə bölüşüm. İgid şəhidimiz Məmişov İlqar Vaqifoğlu. Məmişov İlqar Vaqifoğlu 7 fevral 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuşdu. Orta təhsilini Bakı şəhərində tam orta məktəbdə aldıqdan sonra Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə qəbul olmuşdur. Vətən müharibəsində iştirak edən İlqar Məmişov bir sıra rayonlarımızın azad edilməsində böyük rəşadət göstərib. Vətən müharibəsində iştirakına görə Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə cəsur döyüşçü, Vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilmişdir. İgid İlqarımız Hadrut, Cəbrayıl, Füzuli, Xocavəndin azad olunmasında layiqincə iştirak edib. Hadrut uğrunda gedən döyüşlərdə ağır yaralanaraq xəsarət alıb və sonradan şəhadətə yüksəlib. Ailəli idi, oğlu Məmişli Murad İlqar oğlu şəhidimizin əmanətidir. Anam, mən hər bir şəhidimizin istər anım gün mərasimlərində, istər ad günlərində, istərsə də evlərini ziyarət edərkən bir özümə borc bilirəm ki, onlara bir şeir ithaf edərək onların adı ilə bağlı olan tədbirlərdə iştirak edim və bugün də İgid İlqarıma yazdığım şeirlə buradayam. İgid şəhidimiz Məmişov İlqar Vaqifoğluna ithaf etdiyim Laçın xatirəsi ana dilində adlı şeirim
müəllif Jurnalistlər Birliyinin, Turan Yazarlar Birliyinin üzvü, Qızıl Qələm mükafatı laureatı, vətənpərvər şair Nazlı Yazar. Səfərbər oldular vətən yolunda. Məmişov İlqarım vətən uğrunda cəsur döyüşçü tək, nər tək döyüşdü. Cəbrayıl, Xocavənd, Hadrut uğrunda. Laçın xatirəsi ana dilində, o gözəl yurd yuva, cənnət elində, atanın, ananın həsrət nəğməsi, qartal baxışlı nər, sənin feylində. Düşmənə nifrətin körpə yaşından, bəllidir yidim o göz qaşından, azad edəcəyik dilbər yurdumu, deyib vuruşdun sən əzəl başında. Vətəni qoruyan bir igid kimi, o ant şərbətində bir noğul kimi, qəm içrə boğulan vətən torpağın, azad etdin şirin bir noğul kimi. Düşmən fitnə fəsad ötdü il uzun, İlqar tək oğullar çöktü sel buzun. Ağlama, ağlama şəhidin gözəl anası, üzünə göz yaşı çöktü sel üzün. Vaqif oğlu oğlun Murad sənlədi, atası qəhrəman Dürat şəslədi. Əsli anan gözü yollara dikdi, ay selinlə sən tək Dürat səslədi. Siz mənim and yerim, fəxarətimsiz, körpülər bənd yerim, şücayətimsiz. Qapısı, bacası, o bağlı yurdun, açarı, and yerim, könül evimsiz. Ey nazlı yazarım, mənim can evim, şəhidlər baş tacım, mənim şan evim. Birləşib yumruq tək, düşmən qovdular, azaddır vətənim, Azərbaycan evim, azaddır vətənim, Azərbaycan evim. Gözəl anam, bu mənim sizin igid oğlunuza ithaf etdiyim bir şeir idi. Zənn edirəm ki, yəqin ki bəyəndiniz, yəqin ki ürəyinizə biraz da olsa su səpə bildim. Boynuma düşəni etməsəm özümü günahkar hesab edərdim. Yəni hər zaman sizləri ziyarət etmək, sizləri gəlib anmaq, sizlər haqqında yazıb çəkilişlər göstərmək, bir daha bu igidlərimizi xatirələrdə yenidən canlandırmaq bizim boynumuzun borcudur. Var olasınız. İnşallah ümid edirəm ki bir gündə Laçında, sizin o doğma diyarınızda, o gözəl dilbər yurdunuzda bizi dəvət edərsiniz. Biz də böyük məmnuniyyətlə sizin qonağınız olarıq. Var olun, qapınızı bizim üzümüzə açdığınız üçün. Əziz dostlar, bugün biz igid şəhidlərimizdən qanıyla şanlı tarix, zəfər yazan igid şəhidlərimizdən birinin evindəydik. Məmişov İlqar Vaqifoğlu'nun evində. Çok sağ olun, minnettarım. Teşekkür ederim geldiğinize göre. Çok sağ olun. Allah sizleri var eylesin. Eliniz kolunuz var olsun. Ağzınıza sağlık. Çok sağ olun. Teşekkür ederim anacan. Bu bizim boynumuzun borcudur. Siz sağ olun, siz var olun. Belə vətənpərvər igid yetiştirdiğiniz için. Sağ olun.